qədərdir? Demək, tərif. Əvvəlcə tərifə başlayaq. Tərif. M daxildir Z. M daxildir Z. Yəni, sürətdir də. Bu M sürətdir. M daxildir Z. N daxildir N. O deməkdir ki, məxrəc natural ədəddir. Olmaqla ixtisar olunmayan n bölünsün n şəklində göstərilə bilən ədədlərə nə deyilir? Rasional ədədlər deyilir. Bilən ədədlərə. Deməli, ədədlərə rasional ədədlər deyilir. Bunu tam yazmıram. Deməli, tərif necə oldu uşaqlar? M daxildir Z, N daxildir N olmaqla ixtisar olunmayan n bölünsün n şəklində göstərilə bilən ədədlərə nə deyilir? Rasional ədədlər deyilir. Uşaqlar, həqiqi ədədlər nəyə daxildir? Həqiqi ədədlər. Baxın, həqiqi ədədlər böyük R hərfi ilə işarə olunur. Bax, iki qola ayrılır. Rasional, irrasional. Bax, rasional ədədlər, bax, bura daxildir nə? Bax, tam ədədlər, bax, tam ədədlər. Və natural ədədlər. Belə çıxır ki, uşaqlar, həqiqi ədədlərin iki qola ayrılır. Rasional, irrasional. Bayaq, rasional ədədlərin tərifini verdim. Və tam ədədlər və natural ədədlər. Deməli, natural ədədlər n hərfi ilə işarədir. Natural ədədlər daxildir tam ədədlərə. Onlar da daxil olur hansı ədədlərə? Rasional ədədlər. Rasional ədədlərə böyük Q, yəni böyük Q deyək də hərfi ilə işarə olunur. Böyük Q. Yəni, bunlar hamısı biz bütün istifadə etdiyimiz ədədlər həqiqi ədədlərdir. R hərfi ilə göstərilir. Bir tərəfdən də irrasional ədədlər. İrrasional ədədlər bəzən I hərfi ilə, bəzən də Q-3 hərfi ilə göstərilir. Bunlar da daxildir nəyə? Rasional ədədlərə. Deməli, rasional ədədlərin tərifi bir də deyirəm. Rasional ədədlər n bölünsün n şəklində göstərilə bilən ədədlərdir. N burada mütləq və mütləq nə olmalıdır? Tam ədəd olmalıdır. Məxrəc isə natural ədəd olmalıdır. Bax, məsələn, 5-də 2 yazırıq. Bax, bunun sürəti -2 tam ədəddir. 5 isə natural ədəddir. Və yaxud da deyirəm 7-də 3. Bu rasional ədəddir. Bax, dövrü kəsirlər. Məsələn, deyirəm 0-dan dövrdə 4. Bu, çünki dövrü kəsirlər biz adi kəsir şəklində göstərilə bildiyimizə görə bu özü rasional ədəddir. Məsələn, deyirəm ki, bu saf dövr onluq kəsirdir bildiyimiz kimi, bəs qarşılıq dövr onluq kəsir deyər Sami müəllim. Məsələn, 0-dan 10-da 1 dövrdə 2. Bu olacaq 12-dən 1 çıxırıq, 90. O da olacaq 90-da 11. Necə ədədlər oldu bu? Bu özü də rasional ədəddir. Deməli, rasional ədədlər, dedik, yadınızda saxlayın, rasional ədədlərin cəmi, fərqi, hasili nədir? Rasionaldır.